Layihə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Regional İnkişaf İctimai Birliyinin əməkdaşlığı ilə birgə həyata keçirilir 2024-cü ildən etibarən. Xüsusi olaraq onu da qeyd etmək istərdim ki, bu layihələrin regionlarımızda keçirilməsinin burada yaşayan qadınlarının potensialının və istedadının üzə çıxarılması baxımından da böyük əhəmiyyət daşıyır. Maraqlı həyatın ünvanı olmur ki, bax, sırf ora maraqlıdır. Əsas o da onun üçün bir effort olsun. Sənin bu uğurundan bəhrələnəcək ancaq sən yox, sənin övladın və bəlkə də bütün gələcək nəsillərin ola bilər.